şeydir. Hacı bir başka şeydir ya var. Bunu bilin, hamınız bilin. Hacı başkadır. Hacı qaşdır, hacı gözdür. İnsan görməsə necə yaşaya bilər? Heç nə. Hacı gözdür. Gözün ağıdır, qərisidir. Hacı bəbəkdir. Hacı ağızdan çıxan sözdür. İnsan ürəyi olmasa yaşayılmaz ya var. Hacı ürəkdir, döyünən ürəkdir. Görmüsən cəmaat, kardiqamı çağırdı, çıxırsın hacı. Yəni hacı başqadır. Sən bunu bil ya var. Bil və cavanlara deyinə. Hacı tamam başqa bir şeydir atam. Sen bunu bil yine. Hacı deyiləndə eyli cahadur, fakan fancur, takal durmağa dayağa. Ki hacı gelir. Sen bunu bil ya var. Hacı başka bir şeydir atam. Siz hacını salmışsın ağlağı ya. Hacı başkadır da atam, bunun da beynimize de. Ben de ne yapsaydım? Hacı deyiləndə bütün el alem, bütün kətlər, rayonlar, şəhərlər hamısı hacının hacı deməlidir. Hacı başqadır. Yəni siz bunu bilməzsiniz, cavanlarsınız. Mən yəni bunu sizə başa salıram ki, atam bilginən ki, hacı başqa şeydir. Baxıram şəkillərimizə cavan şəkillər çəkdirirsiniz, iniz qıdırlamdır, nədir bilmirəm. Hacı belə şeylər bilir. Facebook belə qadı, hacı belə şey bilir. WhatsApp-ı indi açdırdım, siz cavanlığa yoxlayım, yəni silirəm. Hacı girməz. Yəni atam sən bunu düz başa düşünən ha. Deyəcəksən hacı mənə çıxır. Bilirəm siz hacıya qeydməzsiniz, hacının üzünə ağ olmazsınız. Ancaq bunu bilin ki, hacı sizi istəyir. Hacı sizi ilə nəfəs alır. Siz hacını döyünən ürəklərsiniz. Siz ölsünüz, hacı da öldü. Hacı ürəkdə axı bəyad edim, hacı nəfəsdir. Siz görməsəniz mən öldüm, hacı gözdür, göz bebeyidir, qarısıdır, ağıdır. Qaş olmasa insan necə olar, heç nə. Hacı qaşdır, hacı kipriydir, ya bə, bilin bunu atam.